Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə DİM 2025-ci ilin test toplusundan Newton qanunları və orada olan bölmə, qüvvələrin əvəzləyicisi, qüvvələrin və əvəzləyici qüvvənin koordinat oxları üzrə proyeksiyası mövzusunun test izahına baxacağıq. Gəlin başlayaq. 1. Cismə təsir edən qüvvələrin əvəzləyicisi burada bizdən qayda istəyir. Qaydamıza görə qüvvəmiz MA-ya bərabərdir. Yəni kütlənin təcrə olan hasilinə bərabər olan kəmiyyət qüvvələrin əvəzləyicisi deməkdir. 2. Əvəzləyici qüvvənin cismin, baxın nə yazıram? F əvəzləyici qüvvənin cismin kütləsinə olan nisbəti nəyə bərabərdir? Biz yuxarıda nə yazdıq? F, yəni əvəzləyici qüvvədən danışırdıq. Əvəzləyici MA-ya bərabərdir. Onda nisbətini tapsaq, nisbəti də təcili verəcək bizə. Y variantı. 3. Sabit əvəzləyici qüvvə verilir və deyir ki, əvəzləyici qüvvənin təsiri ilə təcil var, kütlə var və məndən qüvvəni istəyir. Qüvvəni təyin eləmək üçün nəyə diqqət eləməliyəm? Diqqət eləməliyəm ki, burada əgər mənə 16 kütlə verilibsə, qrafikdə 16-ya uyğun təcil 2-dir. Əgər mənə 4 verilibsə kütlə, ona uyğun təcil 8-dir. Onda mən yazacağım ki, F bərabərdir MA-ya, onda F. Əgər M-i 16 götürürəmsə, mütləq şəkildə onun təcilini 2 götürməliyəm. O da eləyəcək 32. Eyni şəkildə təbii ki, 4-ü götürsəz, 4-ə də 8 uyğun gələcək və 4-ü 8-ə vuranda eləyəcək 32 Newton. A variantı. 5. Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvədən eyni şəkildə təcilin F-dən asılılığını verir. Bu dəfə isə bizdən kütləni istəyir. Kütlə nəyə bərabər idi? F bölünsün A-ya. Onda gətirib yazıram. 6 Newtona 4 təcil uyğun gələcək, 12 Newtona 8 təcil uyğun gələcək. Çalışın qrafiklərdə bunlara diqqət eləyəsiniz ki, ən çox səhv edilən yerlərdən biri budur. Onda mən yazacağım 12 bölünsün 8, o da bərabərdir 1,5 kiloqram. A variantı. 5. Cismə təsir edən 4 dənə qüvvə verilib. Baxın, sol tərəfə 5, sağ tərəfə 5-dirsə, onlar bir-birinə kompensasiya edəcək və onların əvəzləyicisi 0-a bərabər olur. Niyə? Çünki 5-dən 5-i çıxacaqsınız. Eyni şəkildə, əgər yuxarıya doğru 7, aşağıya doğru 10 Newton qüvvə təsir edirsə, o zaman əvəzləyici böyük qüvvə istiqamətində olacaq və əvəzləyici qüvvə 10 çıxılsın 7, yəni 3 Newtona bərabər olacaq. Bərabər olacaq 3 Newtona. Cavab olur Y variantı. Qüvvə hansı cihazla? Qüvvə dinamometr adlanan cihazla ölçülür. Baxırıq 7-yə. Deməli, V-nin T-dən asılılıq qrafiki verilib və mənə deyir ki, qüvvələrin əvəzləyicisi X üzrə, yəni 0-a bərabər olsun. Əgər mənə qüvvənin əvəzləyicisi 0-a bərabər olsun deyirsə, mütləq şəkildə bilməlisiniz ki, bu o deməkdir ki, təcillə həmçinin 0-a bərabərdir. Çünki qüvvə orada 0-dırsa, təcil də 0-dır və təcilin 0 olduğu hərəkət V-nin sabit olduğu qiymətdir. Yəni, əgər V konstant olarsa, yəni, baxın burada bərabər sürətli olarsa, bu o deməkdir ki, burada təcil də qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Mən də baxıram o hansı müddətə aiddir. T2-dən T3 anına qədər olan müddətə. 8. Kütlə verilib, sürət verilib və deyir qüvvəni tapın. Amma deyir ki, hərəkət bərabər sürətlidir. Bərabər sürətli hərəkətdə V konstantdır. Təcil 0-dır, qüvvə 0-dır. Ona görə cavab olur D variantı. 9. Yenə də eyni şəkildə V-nin T-dən asılılıq qrafiki bizə verilib və bu zaman isə deyir ki, Fx müsbət olsun. Əgər Fx müsbət olsun deyirsə, demək ki, A-mız da müsbət olmalıdır. Axı, onlar eynidirlər. Axı, onlar eynidirlər. Onda biz necə baxacağıq? Baxacağıq ki, demək ki, hərəkət müsbətə doğru bərabər yeyinləşən olsun. Burada da bərabər yeyinləşən hansıdır? A müsbət, yalnız 0 T1 anı üçün keçərlidir, yəni D variantı. 10. Cismə təsir edən əvəzləyici qüvvəni 4 dəfə artırıram. Qüvvəmizin düsturu nəyə bərabərdir? MA-ya. Əgər mənim qüvvəm 4 dəfə artırsa, təcilimiz neyniyəcək? Eyni şəkildə 4 dəfə artar. Niyə? Çünki düz mütənasib aslıdır. 11.
Deyir ki, burada bizə 1 kiloqram kütləli birinci kürədir və deyir ikinci kürə birinci kürənin təcilindən 3 dəfə kiçikdir. Onda A1 3A2-yə bərabərdir. M birimiz 1 kiloqramdır. Məndən M2-ni soruşur. Və F bərabərdir MA düsturumuzdan. Baxırıq ki, M və A bir-biri ilə necə mütənasibdir? Tərs mütənasib. Bu o deməkdir ki, A1-in A2-yə olan nisbəti M2-nin M1-ə olan nisbətinə bərabərdir. A1-imiz nə tapdıq? 3A2. Bölürəm A2 öz yerindədir. M2-ni axtarıram. M1-imiz 1 kiloqramdır. A2-lər ixtisara gedəndə M2 bərabər olur 3 kiloqrama. Cavab olur D variantı. 12 eyni şəkildədir. Burada sadəcə ilə rəqəmləri dəyişəcəm. Çünki burada da deyir ki, birinci kürənin təcilindən 2 dəfə böyükdür. Burada isə A2-ni deyir. Gəlin yenidən yazaq ki, qarışmasın. M1 1 kiloqramdır və deyir ki, birinci kürənin təcilindən 2 dəfə böyükdür. Yazıram. A2 2A1-ə bərabərdir. Yenə də M2-ni bizdən soruşur. Onda biz bayaqlar nə yazdıq? F bərabərdir MA-ya. Onda A1-in A2-yə nisbəti M2-nin M1-ə olan nisbətinə bərabərdir. A1-imiz öz yerindədir. A2-miz 2A1. M2-ni axtarıram. M1-imiz 1-ə bərabərdir. A1-lər ixtisara gedəndə M2 bərabər olacaq. 1 bölünsün 2-yə. O da bərabərdir 0,5 kiloqram. Yəni A variantına uyğun gəlir. 13. Aşağıda eyni bir maddənin müxtəlif tənlikləri verilib və bizə deyir ki, əvəzləyici qüvvə ən böyük olsun. Ən böyük olması üçün F bərabərdir MA-ya. Mən qüvvənin ən böyük olması üçün baxıram ki, nə ilə düz mütənasibdir? A ilə düz mütənasibdir. A da bizim bu tənlikdə X bərabərdir. X 0 üstə gəlinsin və yaxud çıxılsın və 0T üstə gəl çıx. AT kvadratı böl 2. Baxın, A nədir burada? Kvadratın yanındakıdır. Onda burada baxıram 10 eləyəcək. 10 modul olaraq götürürəm. Burada 9, daha doğrusu 6 təcilini. Burada 2, burada 12, burada da 4-ə bərabərdir. Necə tapdım bunları? Təcillərini təyin elədim. Təcillərinə görə ən böyük təcil olan hansıdır? X-in AT kvadratına görə 6 olanı, yəni C variantı. Çünki, qoyun buradan da yazım, 10 buradadır. 12 buradadır, 4 buradadır, 6 buradadır, 4 buradadır. Bunları da biraz azaldım, sizə daha rahat olsun. Bu şəkildə. Ona görə də cavab olur C variantı. Keçdik. 14. Kütlə verilib, surət verilib, amma yenə də bizə deyir ki, əvəzləyici qüvvəni təyin edin. Baxıram, necə hərəkətdir? Bərabər sürətli hərəkətdə qüvvə olmur. Yazırıq. V konstantdır. V konstant olanda F əvəzləyici də 0-dır, A da 0-dır. Baxıram 15-ə. Hansı kütləli cismə, deməli, bizdən təcil verib, qüvvəni verib, kütləni soruşur. Onda yazıram, M bərabərdir, F bölünsün A-ya. F-imiz nədir? 500 Newton. Baxıram ki, burada santimetr, mən onu mütləq metrə çevirməliyəm. 1 metrimiz 100 santimetrdir. Əgər mən santimetri metrə çevirməliyəmsə, onda 250-ni bölməliyəm 100-ə. Burada 250 yazıram, 100-ü yuxarı yazacağım. Niyə? Çünki bölünsündür. Əgər məxrəcdədirsə, mən onu bölmə yazanda sürətə qaldıra bilirəm. Ona görə ixtisarı getsə, burada qalır 2, olur 200 kiloqram. Cavab olur D variantı. 16. Təsvir edilmiş, deməli, F1 və F2-ni bizdən soruşur. Əvəzləyici qüvvəsi 15-ə bərabərdir deyil və F əvəzləyicinin kvadratı Pifaqor teoreminə görə F1-in kvadratı üstə gəlsin F2-nin kvadratına bərabərdir. F əvəzləyicinin kvadratı 15-in kvadratı, F1-imiz 9-un kvadratı, F2-ni axtarırıq. Sırf bu 90 dərəcəyə görə biz Pifaqor teoremindən istifadə edirik. Yazıram, 225 bərabərdir 81 üstə gəlinsin F2-yə.
Çünki hamısını kökdən çıxartdım. Onda F2'miz bərabər olacaq 225 çıxılsın 81, o da eləyəcək 144-ə. Onda F2'miz bərabər olacaq 12. Burada kvadratı yazdım. Kvadratı. Kvadratına baxıram ki, orada kökdən çıxartsam, onda olacaq 12 Newton. Yəni 144-dən kvadrat çıxır 12. 17. Eyni şəkildə yenə də bizə 90 dərəcə verilibsə, biz 90 dərəcəyə uyğun olaraq Pifaqor teoremindən istifadə edəcəyik. Yazaq bura Pifaqor. Deməli, bu dəfə isə bizdən əvəzləyici qüvvəni soruşur. Onda F1-in kvadratı üstəgəlsin F2 kvadratı. F əvəzləyicinin kvadratı bərabərdir 9. Bunu belə yazaq. 3-ün kvadratı üstəgəlinsin 4-ün kvadratı. 9 üstəgəlinsin 16. O da bərabərdir 25. Onda F əvəzləyici bərabər olacaq 5 Newton. Yəni, Y variantı. 18. Qüvvə verilib, təcil verilib. Deyir, qüvvə 100 olsa, bəs təcili necə dəyişəcək? Mən onda düşünməliyəm. Təcil ilə qüvvə F bərabərdir MA-ya. Qüvvə ilə təcil necə bir-biri ilə mütənasibdir? Düz mütənasib asılıdır. F1 bölünsün F2 bərabərdir A1 bölünsün A2. Daha rahat üsul olaraq, əgər düz mütənasib asılıdırsa, siz belə nisbətlə də tapa bilərsiniz. Və yaxud da ki, 20 idi, oldu 100. Neynədir? 5 dəfə artdı. 0-10-dakı idisə 5 dəfə artıb olmalıdır neçə? 0-10-2 vur 5 bərabərdir 1 metr böl saniyə kvadratı. Onda nəyə əsasən dedik biz? Düz mütənasib. Çünki qüvvə 5 dəfə artıbsa, eyni şəkildə düz mütənasibliyə əsasən təcil də 5 dəfə artar. Cavab olar A variantı. 19. Kütlə verilib, radius verilib və mənə deyir ki, bucaq sürətindən də istifadə edərək qüvvənin düsturunu yazın. F nəyə bərabərdir? M-A-ya. Bucaq sürəti ilə əlaqəli təcil düsturunu xatırlayıram. M vurulsun omega kvadratı R. Baxıram A, B, C deyil. Ya D-dir, ya da Y-dir. Sadəcə bizdən qüvvə istəyir. Qüvvə təcil ilə eynidir. Bu deməkdir ki, təcil çevrə üzrə hərəkətdə hara doğru yönəlirdi? Mütləq çevrənin mərkəzinə doğru olur da. Bu o deməkdir ki, eyni şəkildə F də həmçinin mərkəzə doğru yönələcək. Ona görə toxunan yox, mərkəzinə doğru olmalıdır. Y variantı. 20. Bu dəfə isə xətti sürətlə əlaqəli düsturunu bizdən istəyir. Onda biz yazırıq F bərabərdir M-aya. O da bərabərdir M. V kvadratı bölünsün R. Düsturumuzu təyin elədik ki, ya C-dir, ya Y-dir. Eyni şəkildə baxırıq ki, burada təcil qüvvə deyir axı. Qüvvə eyni şəkildə təcil deməkdir. Təcil mərkəzə doğrudur. Bu deməkdir. Qüvvə də həmçinin mərkəzə doğru çevrə üzrə hərəkətdə nədir? Mərkəzə doğru yönəlir. Ona görə çevrəyə toxunan yox, mərkəzinə doğru yönəlməlidir. 21. Newton nəyin vahididir? Qüvvənin. Kiloqram nəyin vahididir? Kütlənin. F bölünsün M bizə nəyi verəcək? Təcili. 22. Bizə deyir ki, əvəzləyici qüvvəni hesablamaq üçün biz nəyi bilməliyik? F bərabərdir M-A-ya. Yəni, kütləni və təcili bilsək, bizə əvəzləyici qüvvəni hesablamaq kifayət edər. 23. Burada da bizdən təcili soruşur. Təcil nəyə bərabərdir? F əvəzləyici bölünsün M-ə. Demək ki, kütləni və əvəzləyici qüvvəni bilsəm, mən təcili təyin eləyə bilərəm. 24. Əvəzləyici qüvvə mütləq təcil ilə eyni istiqamətdə olar. F əvəzləyici və A eyni istiqamətdir. Məndən də təcili istəyirsə, əvəzləyici qüvvə aşağıya doğrudursa, eyni şəkildə təcil də aşağıya doğru olar. Ona görə B variantı. Baxırıq, yenə təcili istəyir. Təcili istəyirsə, mən nə dedim? Dedim ki, təcil əvəzləyici qüvvə ilə eyni istiqamətdədir. Onda 2-ni götürəcəyik. Cavab olacaq A variantı.
26. 3 dənə nöqtə verilib və qrafikdə deyir ki, əvəzləyici qüvvənin qiymətləri arasında münasibətə baxın. Baxıram necə hərəkətdir? Bərabər yeyinləşən. Bərabər yeyinləşən hərəkətdə A konstantdır. Əgər A sabitdirsə, bu deməkdir ki, əvəzləyici qüvvə də sabitdir. Eyni bir qrafik üzərində olduğu üçün F1 bərabər olar F2-yə, bərabər olar F3-ə. Bu o deməkdir ki, zaman keçsə də müəyyən bir zaman müddətlərində, yəni 3 saniyədə, 5 saniyədə, 10 saniyədə həm onun təcilləri, həm də onun qüvvələri bir-birinə bərabər olar. 27. 2 dənə qüvvə verilib və deyir ki, F1 F2-dən böyükdür. Məsəl üçün, bura 10 Newtondursa, bura 5 Newtondur. Onda əvəzləyici qüvvə böyük qüvvə istiqamətində olacaq və 10 çıxılsın 5, yəni 5 Newtona bərabər olmuş olacaq. Və məndən təcili istəyir. Təcil, yəni belə yazım da, təcil, yəni A və F əvəzləyici eyni istiqamətdədir. Onda əvəzləyici qüvvə hansı istiqamətdədir? Sola doğrudur. Onda mən də sola doğru, yəni D variantını götürəcəm. 28. F1 və F2 yenə eyni şəkildə F1-ə məsələn 10 Newton verirəm, burada isə 5 Newton verirəm. Mən onda əvəzləyicisini tapsam böyük istiqamətində, böyük qüvvə istiqamətində F əvəzləyici 10 çıxılsın 5, 5 Newtona bərabər olur. Və sağa doğru olur. Onda məndən təcilini istəyirsə, yenə də təcil və F əvəzləyici eyni istiqamətdir. Onda əvəzləyici sağa doğrudursa, təcil də eyni şəkildə sağa doğru olacaq. Yəni 2. 29. Düz xətli. Burada baxırıq ki, bizə fərqli olaraq əvəzləyici qüvvəni verib və deyir ki, bərabər yeyinləşəndir. Bərabər yeyinləşən olmağı o deməkdir ki, bizdə F əvəzləyici axı A ilə eyni istiqamət olmalıdır. Bu o deməkdir ki, hərəkət bərabər yeyinləşəndir. Bərabər yeyinləşən hərəkətdə həm sürət, həm də təcil eyni istiqamətdə olacaq. Məndən də burada sürəti istəyir. Əgər bərabər yeyinləşəndirsə, təcil və sürət eyni olur. Eyni istiqamət olur. Onda təcil soladırsa, sürət də həmçinin sola doğru olacaq. Yəni C variantı. 30. Bu dəfə isə bərabər yavaşayandır. Bərabər yavaşayanda hərəkətdə təcil və sürət əks istiqamətdir. Baxıram, sürət yuxarıyadır. Onda təcil mütləq şəkildə aşağıya olmalıdır ki, biri yuxarı, biri aşağı olsun. Yəni, əks istiqamətdə olsun. Ona görə də təcili... Mən tapdım burada təcili. Təbii ki, məndən qüvvəni istəyirsə, onsuz da təcil ilə qüvvə ilə eyni istiqamətdə olduğuna görə cavab olur 4. 31. Təcili yuxarıya doğrudur. Bu o deməkdir ki, qüvvəsi də yuxarıya doğrudur. İndi nə istəyir? F əvəzləyicini istəyir. Biz dedik ki, F əvəzləyici və A eyni istiqamətdir. Demək ki, olur 1. Burada isə deyir ki, F və V, bayaqları bunun haqqında biz işlədik. Dedik ki, F və V-nin istiqamətləri eynidirsə, bu hərəkət bərabər yeyinləşən hərəkətdir. Yazıb ki, eynidir. F və V eyni istiqamət. F həmçinin də A deməkdir. Onda bərabər yeyinləşəndir. Eynidirsə, bərabər yeyinləşən də hansı qrafika uyğun gəlir? A variantına. Əvəzləyici qüvvənin qiymətini təyin edin. Baxıram, sola doğru 8, sağa doğru 5 Newtondur. Onda mən təyin edirəm ki, əvəzləyici qüvvəsi böyük qüvvə istiqamətində, yəni sola doğru olacaq və F əvəzləyicisi bərabər olacaq 3 Newtona. Niyə? F əvəzləyici bərabər olacaq. F3 çıxılsın F1, o da bərabərdir. 8 çıxılsın 5, bərabərdir 3 Newtona. İndi bu şəkildə olur. Sola doğru 3 Newtondur. Yuxarıya doğru 4 Newtondur. Əgər 90 dərəcəli bucağı əmələ gətirirsə, yenə biz Pifagordan istifadə eləyəcəyik.
və yazacağıq. F əvəzləyici kvadratı bərabərdir 4-ün kvadratı üstə gəlinsin 3-ün kvadratına. F əvəzləyici bərabərdir 16 üstə gəl 9. F əvəzləyici bərabərdir 25. Yəni kvadratı 5 Newtona bərabər olmuş olacaq. Cavab olacaq Y variantı. 34. Yenə də eyni şəkildə və mənə deyir ki, F əvəzləyici və surət eyni istiqamətlidir. Əgər onlar eynidirsə yazırıq F və yaxud da ki A və surət eynidirsə, eyni istiqamətdirsə, bərabər yeyinləşən hərəkətdir. Baxırıq ki, bərabər yeyinləşən hərəkət hansına uyğundur? Y variantına uyğundur. 35. 35-də V-nin T-dən asılılıq qrafiklərini, F-in T-dən asılılıq qrafiklərini tapmaq istəyir. Və F-i biz həmçinin A kimi görəcəyik. A kimi görürüksə, əgər yuxarıya doğrudursa bu müsbətdə olacaq, aşağıya doğrudursa bu mənfidə olacaq. Yəni, əgər yuxarı qalxan qrafik görürsünüzsə, qrafikimiz x axından yuxarıda olacaq, aşağıya düşən görürsünüzsə, mütləq x axından aşağıda olacaq. O da uyğun gəlir B variantına. 36. Koordinatlar təyin eləməkdir. Gəlin tapaq. Deməli, əvvəlcə biz fx-i təyin eləməliyik. Fx nəyə bərabərdir? Baxıram, perpendikulyar endirirəm buradan bura, bir dənə də bura. Son nöqtəsi 4-dür, başlanğıcı isə 10-dur. Mən yazıram 4 çıxılsın 10 eləyir -6 Newton. F, y-i təyin eləmək istəyirəm. Qələmimi dəyişim, daha aydın görünsün. F, y-i təyin eləmək istəyirəm. Bunun üçün də y oxuna perpendikulyar endirirəm. Son 8-dir, başlanğıc 4-dür. 8 çıxılsın 4, 4 Newton. Cavablarda baxırıq ki, biri -6-dır, biri isə 4-dür. Cavab olur B variantı. 37. 37-də fərqli olaraq baxırsınız ki, y oxuna perpendikulyar istiqamətdə gəlir. Əgər hansı oxu kəsirsə, həmin oxunun qiyməti mütləq 0 olacaq. Yəni, əgər y oxunu kəsibsə, o 0-dır. Ona görə B, A, Y variantı avtomatik çıxacaq. X-i təyin eləmək istəyirəmsə, son nöqtəsindən başlanğıcını çıxacam. 0 çıx 8, -8 Newton. 38. Burada da eyni şəkildə hansı oxu kəsib? Baxıram ki, y oxunu kəsib. Onda yazıram F. Y bərabərdir 0. Getdi, getdi, getdi. Fx-i mən təyin eləmək istəyirəmsə, son 6-dır, başlanğıc 0-dır. 6 çıx 0, 6 Newton. D variantı. 39. İndi isə 2 dənə ayrı-ayrılıqda verilib. Onun üçün birinci F1 x üstə gəlinsin, F2x-i təyin eləyək. Baxıram. F1 x-imiz neçədir? F1-in x-i neynədir? Kəsdi. Kəsdisə onda nəyə bərabərdir? 0-a. Üstə gəlinsin. F2-nin x-i nəyə bərabərdir? Başlanğıcı 2-dir, sonu 8-dir. 8 çıxılsın 2-yə. O da bərabərdir 6 Newtona. F-y-i təyin eləyirəm. F1y üstə gəlinsin F2y-ə. O da bərabərdir. F1y-imizə baxırıq. Başlanğıcı 4-dür, sonu 8-dir. Yazıram. Başlanğıcı 4-dür, sonu 8-dir. 8 çıxılsın 4, üstə gəlsin. F-y-imiz F2 isə y oxunu kəsir. Ona görə də 0-a bərabərdir. Bu da eləyir 4 Newton. Biri 6 Newton, biri 4 Newton. O da A variantına uyğun gəlir. 40. Burada da eyni şəkildə Fx-i təyin eləyəcəm. F1x üstə gəlinsin. F2x bərabərdir. F1x-imizə baxıram. Gəlir neynir? X oxunu kəsir. Onda 0-dır. F2 isə başlanğıc 6-dır, sonu 2-dir. Yazıram 2 çıxılsın 6. Bu da eləyir -4. F-y-imiz nəyə bərabərdir? F1y üstə gəlinsin F2y-ə. F1 üçün baxıram.
Başlanğıcı 10'dur, sonu 4'dür. Demək ki, 4 çıxılsın 10, üstə gəlsin 2 isə gedib y oxunu kəsəcək. Ona görə də 0 götürürəm. Bu da eləyir -6 Newton. -4 və -6. O da D variantına uyğun gəlir. Keçirik 41-ə. Newtonu açaq burada ən rahatı. Newtonu açsam nəyə bərabərdir? Kök altında kiloqram vurun metr böl saniyənin kvadratı. Onu da bölürəm kiloqram vurulsun metrə. Kiloqram metrlər gedəndən sonra kök altında 1 böl saniyənin kvadratı. Kökdən də çıxartsam eləyəcək 1 böl saniyə. O da saniyə üstü -1, o da 1 hertz deməkdir. O da tezliyin vahididir. 42. Burada da eyni şəkildə A-nın bayaqları V-nin T-dən asılılıq qrafikinə eləmişdik. İndi isə A-nın T-dən asılılığından keçməliyik V-nin T-dən. Əgər dedik ki, X oxundan yuxarıdadırsa qüvvə, onda V yuxarıya doğru qalxacaq. Burada sabitdir, burada aşağıya düşür, burada aşağıya düşür, burada sabitdir. Baxıram, burada yuxarıya doğru qalxır. İkincidə T1-dən T2-yə F-i sıfırdır. Əgər F bərabərdir sıfırdırsa, V bərabərdir konstant deməkdir. Baxıram, V-si sabitdir. Burada isə aşağıdadır. X oxundan aşağıdadır. Demək, qrafik aşağıya doğru gəlməlidir. Olur D variantı. 43. 43-də deyir ki, X oxu üzrə proyeksiyası əvəzləyici qüvvənin ən kiçik olsun. Ən kiçik olması üçün mən xatırlayıram ki, F bərabərdir M-A-ya. Əgər F-in ən kiçiyini istəyirəmsə, A-nın da ən kiçiyini istəməliyəm. A-nın da düsturu V çıxılsın, V0 bölünsün, T'dir. Demək ki, başlanğıc və son nöqtələr arasında, surətlər arasında çox kiçik bir, yəni dəyişməsi delta V'si o qədər kiçik olmalıdır ki, A'sı da kiçik olsun. Onda 3 və 4 arasında 1 damadır. Ona görə də nəzərə alıram ki, baxsaz burada 0-dan 1-ə 3 dənədir, 1-dən 2-yə 3 dənədir, 2 dənədir, 5-ə qədər gələndə isə 4-dən 5-ə 2 dənədir. Ona görə ən kiçiyi 3-dən 4-dədir. Burada da V-nin T-dən asılılığı verib. Əgər V aşağıya düşürsə, demək ki, A aşağıda olmalıdır. Yəni, həmçinin də F. Baxırıq, F-i aşağıda olmalıdır. İkinci hərəkətdə isə bərabər sürətlidir. Burada yazırıq ki, V konstantdır. Yəni, F sıfırdır. Baxıram ki, C variantında sıfırdır. Yəni, cavab C. 45. V-nin T-dən asılılığı yenə də verilib. Əgər yuxarıya doğru gedirsə, onda A-sı müsbətdir. Onda yazıram A müsbətdir. Müsbətdir. Bu deyil, bu deyil, bu da deyil. Çünki o olmaz. Sabit olmalıdır. Burada isə V-si konstantdır. Bu da o deməkdir ki, F əvəzləyicisi sıfırdır. Uyğun cavabımız olur A variantı. Çünki burada mənfidir. 46. 46-da da eyni şəkildə baxırıq ki, V-nin T-dən asılı qrafikidir və yuxarıya doğru gedir. Yuxarıya doğru gedir demək müsbət deməkdir. A müsbətdir deməkdir. Ona görə də cavabımız olacaq Y variantı. Eyni şəkildə V-nin T-dən asılılıq qrafiki verilib və birincidə deyir ki, V-si sabitdir. Əgər V konstantdırsa, F əvəzləyicisi sıfıra bərabərdir. Ona görə C olmaz, A olmaz, D olmaz. İkincidə isə A-sı müsbət olur, yəni F-i müsbət olur. Onda cavab olacaq yuxarıda, X oxundan yuxarıda, yəni B variantı. 48. 48-də Euler-Venn diaqramını təyin etməliyik. Baxırıq necə hərəkətdir. Bu bərabər yeyinləşəndir. Bu isə bərabər yavaşlayan hərəkətdir. Bunları hamısını təyin edək. Təsir edən əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlmişdir. Hər ikisində də V-si sıfırdır. Daha doğrusu sıfırdan kiçikdir. Bu o deməkdir ki, hərəkəti əksinə yönəlib. Burada qüvvə hərəkət istiqamətində yönəlib deyib. Bərabər yeyinləşən hərəkətdə qüvvə hərəkət istiqamətində yönəlib ki, hərəkət bərabər yeyinləşəndir. Ona görə 1 yazıram. Yəni, baxın, burada nə deməkdir? A kiçikdir 0. Çünki bərabər yeyinləşəndir. Burada isə A böyükdür 0. Təsir edən qüvvə əvəzləyici hərəkətin
əvəzedici qüvvə hərəkətin əksi istiqamətində yönəlmişdir. Bu da ona görə bərabər əksi istiqamətdə olduğuna görə bərabər yavaşlayan olacaq. 3. X oxunun əksi istiqamətində, bəli, hər ikisi əksi istiqamətində yönəlib. Əvəzedici qüvvənin proyeksiyası müsbətdir. Əvəzedici qüvvənin proyeksiyasının müsbət olmağı bu deməkdir ki, A-nın müsbət olmağıdır. A əvəzləyicisi müsbətdirsə, demək ki, onun qüvvəsi də müsbətdir. Yazıram 4. Bərabər yeyinləşəndir. Birinci bərabər yeyinləşəndir. 1, 5, 2, 4, 3 Y variantı. 2 dənə yenə qrafik verilib və Euler-Venn diaqramına görə onları təyin etməyimizi istəyir. Baxırıq, birinci hərəkət üçün. Nə yaza bilərəm? Deyir, bərabər təcilli hərəkətdir. Baxıram ki, əgər F-i mən A kimi görürəmsə, burada sabit olduğu üçün A konstantdır. Bu deməkdir ki, bərabər təcillidir. 1, 1-ə aiddir. 2, artan təcillə baxıram ki, A-sı buradan götürsəm artacaq. Zaman keçdikcə təcili artmış olacaq. Ona görə buraya yazıram 2. Zaman keçdikcə sürətin qiyməti artır. Bəli, hər ikisi üçün zaman keçdikcə sürət artacaq. 3. X oxunun istiqamətindədir. Baxıram ki, X oxu budur. Biri mənfidədir, biri isə müsbətdədir. X oxundan yuxarıdadır, yəni. Ona görə də X oxunun istiqamətində deyirsə, X oxu istiqamətində olması üçün sağ tərəfdə, yəni X oxundan yuxarıdadır. Aşağıda isə X oxunun əksi istiqamətindədir, yəni X oxundan aşağıdadır. Ona görə də 5 1-ə aid olur. 1, 5, 2, 4, 3 A variantı. 50. Yenə eyni şəkildə qrafik verilib və bu dəfə deyir ki, bərabər təcilli hərəkətdir. Bəli, A konstantdır 1-ə. 2-yə artan təcil sağ tərəfdəki də artan təcildir. Zaman keçdikcə sürətin qiyməti bəli, hər ikisi üçün artacaq. X oxunun istiqaməti nədir? X oxundan yuxarıda birinci qrafikimizdir. Yazıram bura 4. X oxunun əksi istiqamətində, X oxundan aşağıda isə sağdakı qrafikimizdir. O da olacaq 5. 1, 4, 2, 5, 3. Bu da hər iki varianta aiddir. Çapda səhvlik düşüb, ona görə hər ikisini götürürük. Sükunət vəziyyətindən hərəkətə başlayıb, eyni şəkildə də yenə F-in T-dən asılılığını verir və bizdə verilənləri uyğunlaşdıraq deyir. Baxıram, artan təcillə. Hansıdır? Artan təcillə. Baxın, mən bunu uzadıram, zaman keçdikcə gedir. Amma bu isə gəlib müəyyən bir zamanda qüvvəsi 0-a bərabər olur. Ona görə artan təcillə deyil, təcillə azaldığına görə birinci 1-ə aid olmuş olur. İkincisi azalan təcillə, bəli, azalan təcillə hərəkətdir. Verilmiş zaman müddətində sürətin qiyməti hər ikisi üçün artacaq. X oxu istiqaməti nədir? Baxıram, birinci qrafikimiz X oxundan yuxarıdadır deyə yazıram 4. Biri isə X oxundan aşağıda olduğuna görə yazıram 5. 1, 4, 2, 5, 3 B variantı. X-in T-dən asılılıq qrafiki verilib və eyni şəkildə bu bərabər yeyinləşəndir. Niyə? Çünki uzatsam yuxarıya doğru, bu isə gəlir müəyyən bir qiymətdə artıq 0-a bərabər olur deyə bu bərabər yavaşlayan hərəkətdir. 1. Əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlib. Əgər əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlibsə, bu bərabər yeyinləşəndir. 2. Hərəkətin əksinədirsə, bərabər yavaşlayan hərəkətdə onlar əksinə yönəlir. 3. Hərəkət verilmiş müddətdə X oxu boyunca baş verib. X oxu boyunca baxıram, hər ikisi X oxundan yuxarıdadır. Ona görə 3-ünə də aid, 3 ikisinə də aiddir. 4. Bərabər yeyinləşəndir. Yazmışam ki, sol tərəfdəki bərabər yeyinləşəndir. Ona görə yazıram bura 4. 5. Hərəkət verilmiş müddətdə bərabər yavaşlayandır. O da sağa aiddir. 1, 4, 2, 5, 3 D variantı. V-nin T-dən asılılıq qrafiki. Baxıram ki, birinci bərabər yavaşlayandır. İkinci isə bərabər yeyinləşəndir. Nə deyir? Deyir ki, əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlib. Hərəkət istiqamətində yönəlib demək nə deməkdir? Yəni, bərabər yeyinləşən hərəkətdir. Əgər burada V-miz nədir? V-miz müsbətdir. Burada da V-miz müsbətdir. Bərabər yeyinləşən olması üçün V müsbətdirsə, A da müsbət olmalıdır. Bərabər yavaşlayan olması üçün V müsbətdirsə, A-sı mənfi olmalıdır. Çünki əks istiqamətdə yönəlməlidir. Onda qüvvə hərəkət istiqamətindədirsə, demək ki, hərəkət yavaşlayandır.
O yeyinləşəndir. Üzr istəyirəm. Yavaşlayan deyib buraya yazıram. Çünki eyni istiqamətlidirlər. 2. Əvəzləyici qüvvə hərəkətin əksinədir. Əksinədirsə biri mənfi, biri müsbət olanda hərəkət bərabər yavaşlayan olur. 3. Hərəkət verilmiş müddətdə x oxu boyunca baş verir. Baxıram, hər ikisi x oxundan yuxarıdadır, yəni x oxu boyuncadır və v-si müsbətdir. Ona görə 3 ikisine də aiddir. 4. Bərabər yeyinləşəndir. Sağ tərəfdəki, yəni ikinci qrafik bərabər yeyinləşəndir. 5. Bərabər yavaşlayandır. O isə birinci qrafikə aiddir, yəni sol tərəfdəki 2, 5, 1, 4, 3. B variantı. Burada artıq hərəkətin istiqamətləri verilib və təyin etməliyik ki, necə hərəkətdir. Əgər V x oxu istiqamətindədirsə, yazacağım V müsbətdir. F qüvvəsi, yəni təcil, hərəkətin əksinədir. Yəni sağa doğru V var, sola doğru F var. Onda A-sı da mənfidir. Bu deməkdir ki, bərabər yavaşlayandır. Biri müsbət, biri mənfidirsə, hərəkət bərabər yavaşlayandır. Burada isə V x oxu istiqamətindədir. Yazacağım V müsbətdir. F isə V ilə eyni istiqamətdədir. Onda A-sı da müsbətdir. Bu deməkdir ki, hərəkət bərabər yeyinləşən hərəkətdir. İndi gəlin onları tətbiq edək. X oxunun istiqamətində, x oxu istiqaməti demək V-nin müsbət deməkdir. Bərabər yeyinləşəndir. Əgər x oxu istiqamətində, yəni V-nin müsbət, həm də yeyinləşəni o aiddir ikinci qrafikə. Yazıram 1. Sonra x oxu istiqamətində bərabər yavaşlayandır. Baxıram ki, hansı bərabər yavaşlayan idi? Birinci. Bərabər təcilidir. İstər bərabər yeyinləşən, istər bərabər yavaşlayan, bərabər təcili hərəkətin növüdür. Sürət və təcil eyni istiqamətdədir. Hansında yeyinləşəndə yazıram 4. Yeyinləşən ikinci idi. Buraya yazıram 4. Beşincidə isə deyir, sürət və təcil əksir, əks olmağı da yavaşlayan olmağı deməkdir. Yavaşlayan olması da birinci qrafikdə göstərilib. Yəni birinci misalda o da 5. 2, 5, 1, 4, 3. C variantı. Eyni şəkildə burada da baxıram ki, V-si x oxu ilə əks istiqamətdir. Bu o deməkdir ki, V-si kiçikdir 0-dan. F də həmçinin onunla eyni istiqamətdir, yəni 0-dan kiçikdir. Amma onların istiqaməti eynidir deyə hərəkət olur bərabər yeyinləşən hərəkət. V x oxu ilə eyni istiqamətdir, yazıram. V böyükdür 0-dan. F də həmçinin eyni istiqamətdir, yazıram böyükdür. Və baxıram işarələri eynidir, ona görə olur bərabər yeyinləşən. Burada isə fərq ondan ibarət olacaq ki, biri x oxu istiqamətində olacaq, biri x oxunun əks istiqamətində olacaq. Baxıram, x oxunun istiqamətində, əgər x oxunun istiqaməti deyirsə, bu o deməkdir ki, V-si müsbətdir. Bu da ikinciyə aiddir. Ona görə yazıram 1. X oxunun əksi, yəni V-si mənfi olmalıdır və yeyinləşən olmalıdır. O da birinciyə aiddir. 3. Sürət və təcil eyni istiqamətdir. Baxıram, hər ikisi də hərəkət yeyinləşəndir deyə eyni istiqamətdir. Bu ikisinə də aiddir. Təcilin istiqaməti x oxu istiqamətində yönəlib. Bu aiddir ikinciyə. Təcil x oxunun əksi istiqamətindədir. Bu isə aiddir birinciyə. 2, 5, 1, 4, 3. O da A variantına uyğun gəlir. Qarşı-qarşıya hərəkətdir. Deməli, kütlələr verilib və deyir ki, toqquşma baş verir. Bu zaman təcilər arasında hansı münasibət doğrudur? Əgər qarşılıqlı təsir deyirsə, mütləq şəkildə F1 bərabər olur F2-yə. Ona görə Y variantını silirik, D variantını silirik. Baxıram, sonra təcilər arasında hansı münasibət deyirsə, kütlələrində fərqlilik görürəm. Ona görə də yazacağım F bərabərdir MA-ya. MA ilə tərs mütənasibdir. Bu o deməkdir ki, M1 bölünsün M2 bərabərdir A2 bölünsün A1-ə. M2 də verilib, M1 də verilib. Gətirib qiymətlərini yerinə qoyuram. M1-imiz M-dir, M2-miz 2M-dir. A2-nin A1-ə nisbəti M-lər ixtisara gedir və A1 bərabər olur 2A2-yə. Cavab olur C variantı. 57. Üfüqi səth üzərində sürtünməsiz hərəkətdir. Baxırıq, burada 60 dərəcə verib bizə, kütlə verilib və qüvvə verilib, yəni F qüvvəsi verilib.
Onda mən təyin edirəm ki, fx bərabərdir ma-ya, amma fx x koordinatı üzrə verilib və üfüqi səthdə 60 dərəcəli bucağa əmələ gətirirsə, f bizdə f kosinus alfaya bərabərdir. O da ma-dır. Məndən nə istəyir? Təcili istəyir. Təcili təyin etmək üçün gəlirəm burada. A bərabərdir f kosinus alfa bölünsün m-ə. A bərabərdir. A bərabərdir. F-imiz 200-dür. Kosinus 60 dərəcədə 0,5-ə bərabərdir. Bölünsün m kütlə, yəni 25-ə bərabərdir. Deməli, 200-ü bölürük 25-ə eləyəcək 8. 8-i də vuracaq 0,4-ə eləyəcək A 4 metr böl saniyə kvadratı. Yəni Y variantı. 58. Buraları sileyim. Hə. 58 M1 verilib. R verilib, hər ikisi üçün ayrı-ayrılıqdır və deyir ki, eyni sürət ilə çevre üzrə hərəkət edir. Əvəzləyici qüvvələr arasında hansı münasibət doğrudur? Bayaqları nə yazdıq? F bərabərdir m-a. Əgər eyni sürətlə hərəkət gedirsə, onda m v kvadratı bölünsün r düsturundan, yəni a-nın yerinə v kvadratı bölünsün r düsturunu tətbiq eləyəcək. Baxıram ki, sürətləri eynidir. Demək ki, bu sabitdir. Onda mən f1-in f2-yə nisbətini təyin eləmək istəyirəmsə, baxıram nə ilə necə mütənasibdir. M ilə düz mütənasibdir. Bu o deməkdir ki, M1-in M2-yə olan nisbəti R-lə tərs mütənasibdir. Onda R2-nin R1-ə olan nisbəti yazacağım. Gəlin hesablayaq. F1-in F2-yə olan nisbəti M1-imiz M-dir. R2-miz 2R-dir. M2-miz 2M-dir. R1-imiz isə R-dir. Baxıram, bunlar hamısı ixtisara gedəndə 1 qalır. Cavab deyilir F1-in F2-yə bərabər olduğu. Yəni D variantı. 59. Aha, ayrı-ayrılıqda 5 dənə qüvvə verilib və deyir ki, o qüvvələrin əvəzləyicisini hesablayın. Bunun üçün biz yazırıq F1 üstəgəlsin, F2 üstəgəlinsin, F3 üstəgəl, F4 üstəgəl, F5. Təyin eləməliyəm. Bilirəm ki, əgər vektorlar bir-birinin ardıca gedirsə, yəni bir-birinin ardıcadırsa, onların cəmi mənə verəcək bunu. Baxın bunu. Bu da bizdə F5-dir. Bu o deməkdir ki, F1 üstəgəlinsin F4 vektorları bərabər olacaq F5-ə. Onda mən yaza bilərəm ki, bu və bu F5-dir. Sonra, gəlin o birisini də başqa, belə. Sonra, burada da həmçinin F3 sağa gedir, onun ardıcanda F2 gedir. O da mənə eyni şəkildə verəcək. Yenə F5-i yazıram, F2 üstəgəlinsin F3-də mənə eyni F5-i verir. Bununla da bu F5-i verir. Nəticə etibarı ilə nə oldu? 3 dənə F5 oldu. F5-in də öz qiyməti 25-dir. Onda 3 vurulsun 25 eləyəcək 75 Newton. Yəni Y variantı. 60. 4 dənə qüvvə verilib və əvəzləyicisini tapmaq istəyir. Baxıram ki, sola doğru 7-dirsə, sağa doğru 11 Newtondur. Onda F əvəzləyicisi böyük qüvvə istiqamətindədir və 11-dən F2 çıxılsın F3 bərabər olur 11 çıxılsın 7 bərabərdir 4 Newton. Sağa doğru 4 Newtondur. Sonra F1 ilə F4-ə baxıram. F əvəzləyicisi aşağıya doğru olur. Böyük qüvvə istiqamətində olacaq və F4 çıxılsın F1-ə bərabərdir. O da 8 çıxılsın 5, 3 Newton. Burada olacaq 3 Newton. Əgər 90 dərəcədən söhbət gedirsə, biz bayaqlarda qeyd eləmişdik bunu. Pifaqor teoremindən istifadə edəcək. F əvəzləyicinin kvadratı, F1-in kvadratı üstəgəlinsin F2-nin kvadratı. Bu da F əvəzləyicinin kvadratı, 4-ün kvadratı üstəgəlinsin 3-ün kvadratı, F əvəzləyicinin kvadratı bərabərdir 16 üstəgəlsin 9 eləyəcək 25. F əvəzləyici də bərabər olacaq 5-ə. Cavab olur A variantı.
61 f-in t-dən asılılıq qrafiki verilib və bizə deyir ki, f-in t-dən asılılıq qrafikinə əsasən v-nin t-dən asılılıq qrafikini qurun. Quraq. Əgər f aşağıdadırsa, bu o deməkdir ki, v aşağıya doğru gəlir. Burada qalxır, burada sabitdir, burada yuxarı gedir. Ya b-dir, ya d-dir. Sonra isə f sıfırdır. F-in sıfır olmağı v-nin sabit olmağı deməkdir. Baxıram ki, burada yuxarıya doğru gedir. Ona görə də B variantı. 62. Birinci baxırıq ki, v x-in əksi istiqamətindədir. Bu o deməkdir ki, x oxunun əksi istiqamətində. X oxu əksi A müsbətdir. Yəni, yavaşlayan olur. Biri müsbət, biri mənfidirsə, biz təyin elədik ki, x oxu əksi istiqamətində yavaşlayan hərəkət olmalıdır. Ona görə də doğru cavabımız olacaq D variantı. Əgər desəydiniz ki, bəs niyə C olmur? Yenə də qeyd edirəm, x oxunun əksi istiqamətində olduğuna görə. 63. Burada da baxırıq. V x ilə eyni istiqamətdir. V-si müsbətdir. A-sı isə əksinədir, mənfidir. Bu o deməkdir, V müsbətdirsə olacaq x oxu istiqamətində, əks istiqamətlidir A-la V. Ona görə də yavaşlayan. Bu da uyğun cavab olaraq gələcək B variantına. 64. V x ilə əks istiqamətlidir. Bu o deməkdir ki, V kiçikdir sıfırdan. Amma f ilə, yəni təcil ilə eyni istiqamətdir. Onda olacaq x oxu əksi eynidirlərsə bərabər yeyinləşən. Baxıram, x oxu əksi istiqamətində bərabər yeyinləşən C variantına uyğun gələcək. 65. R radiuslu F qüvvəsi verilib və deyir ki, polad kürəyə hansı qüvvə həmin təcili verər. F-i nəyə bərabərdir? M A-ya bərabərdir. Əgər mənə polad kürə verilibsə, mən həcmə gəlib çıxmalıyam. Həcm üçün də M-in yerinə rho V vurulsun A yazacağım. Sonra rho kürənin həcmi 3-də 4 pi R-in kubuna bərabərdir. Yazıram 3-də 4 pi R-in kubu vurulsun A-ya. Mən nəyə baxacağam? Məndə bir dənə radius verilib, qüvvə verilib. Radius verilib, qüvvə soruşulur. Ona görə də bu qüvvəni soruşur deyə mən F-in R-dən asılılığına baxacağım. Necə asılıdır? Kubik asılıdır. Onda F R ilə kubik asılıdırsa, bu o deməkdir ki, F1-in F2-yə olan nisbəti R2-nin, daha doğrusu düz asılıdır, kubunun R1 kubunun R2-nin kubuna olan nisbətinə bərabərdir. F1-imiz F-dir. F2-mizi axtarırıq. R1-imiz R-dir. Yazıram R-in kubu. R2-miz isə R bölünsün. Kubudur. Kubu da 2-nin kubu eləyəcək. Yuxarı qaldırıram. Kublar ixtisara gedəndə F2 bərabər olacaq. F bölünsün 8-ə. Yəni C variantına. Keçirik 66-ya. Davam edirik 66 ilə. Deyir ki, R radiuslu polad kürə bu dəfə də eyni şəkildə də sadəcə F qüvvəsi ilə müəyyən təcil verildiyini deyir. Mən xatırlayıram ki, düsturu nə yazmışdım? F bərabərdir M A yazdıq. Sonra dedim ki, radius və kürə məsələsini mənə boşuna verməyib. Onda M-in yerinə gətirib rho V vurulsun A yazacağım. V-nin də həmçinin V bərabərdir 3-də 4 pi R kubu olduğunu xatırlayıb gətirib yerinə yazacağım. Rho vurulsun 3-də 4 pi R-in kubu vurulsun A. Və mən baxıram ki, qüvvə radiusla necə mütənasibdir? Kubik düz asılıdır. Onda mən yaza bilərəm ki, F1-in F2-yə olan nisbəti R2-nin R1-in kubunun R2-nin kubuna olan nisbətinə bərabərdir. F1 üçün mənə F verilib, F2 üçün mənə axtarılmalı verilib. R1-imiz R kubudur, R2-miz isə
2'nin kubu o da eləyəcək 8 r-in kubuna. R-in kubları ixtisara gedəndə F2 bərabər olacaq 8 F-ə, o da eləyəcək S variantı. 67-yə baxırıq. 67-də deyilir ki, F x-la eyni istiqamətdir. V isə x-in əksinədir. Onda V əks istiqamətlidirsə, bu o deməkdir ki, mənfi qiymətdir. Yəni x oxunun əksi istiqamətindədir. Amma F müsbətdir. Onda hərəkət necə olacaq? Əks işarəli olduğuna görə bərabər yavaşyanda. Amma necə? X oxu əksi istiqamətində bərabər yavaşyandı. Baxıram, x oxu əksi istiqamətində x oxundan aşağıda deməkdir. Mənfi qiymətdir. O da uyğun variantımız olacaq. B variantı. 68. Birinci və ikinci cisimlər verilib və deyir ki, bu cisimlərin təcilləri. Birinci üçün A bərabərdir 2-yə. İkinci halda isə A bərabərdir 3-ə. Onda F də verilib. Bu F-ləridir. Onda mən onlar üçün ayrı-ayrılıqda kütləni təyin edə bilirəm. Bəli, onda burada M1 bərabərdir F bölünsün A-ya. Gəlin yazaq. M1 bərabərdir F1 bölünsün A1. Yəni 10 Newton bölünsün 2, 5-ə. Mən tapdım ki, M1-imiz 5-dir. Yəni 5 kiloqramdır. Gətirib burada onu yazıram. İkinci üçün M2-ni tapıram. Bu da M2 2 üstə gəlinsin 1 deməkdir. Yəni F qüvvəsi hər ikisini birlikdə dartır. Onda mən yazacağım ki, F 2 bölünsün A2-yə. Yəni 24 bölünsün 3-ə. O da 8 eləyir. Əgər bura 3-dürsə, demək M2-miz də 3 olmalıdır ki, ümumilikdə 8 olsun. Biri 5, biri isə 3 olmalıdır ki, ümumilikdə 8 olsun. Məndən isə istədiyi M2-nin M1-ə olan nisbətidir. M2-nin M1-ə olan nisbəti 2 3 kiloqramdır, 1 isə 5 kiloqramdır. O da doğru cavabımız olacaq C variantı. 69. Cismə təsir edən F1, F2 qüvvələri verilib və deyir ki, F3 onların əvəzləyicisini hesablayın. Biz də demişdik ki, Pifagor teoreminə görə necə hesablayırdıq? F1 kvadratı üstə gəlinsin F2 kvadratı bərabərdir F3-ün kvadratına. F1-in kvadratı eləyəcək 36, üstə gəlinsin 36 bərabərdir F3-ün kvadratına. 72 bərabərdir F3-ün kvadratına. Mən bunu bu şəkildə yaza bilərəm ki, 36 vurulsun 2 F3-ün kvadratı. Hər birini kök altına salsam, 36-dan 6 kökdə 2 bərabərdir F3 taparıq. Mən tapdım ki, F3, baxın bu əvəzləyici, F1 ilə F2-nin əvəzləyicisi F3 ilə eyni istiqamətə düşəcək. Onda burada nə oldu? 2 dənə F3 vektoru olacaq. Və mən bir dənəsinin qiymətini təyin eləmişəm ki, o 6, buranı istəyim ki, qarışdırmayasınız. O 6 kökdə 2-yə bərabərdir. Onda 2 vurulsun 6 kökdə 2 bərabər olacaq. 12 kök altında 2. Yenə də diqqət edirik nəyə? Mütləq surətdə F3 istiqamətində həm ikisi üst-üstə düşdüyünə görə mütləq ikisini də nəzərə almalıyıq. 70. Düz xətlə hərəkət edən cismin proyeksiyası. Aha, V-nin T-dən asılıq qrafiki verilir və burada V konstantdır. Əgər V konstantdırsa, orada A sıfırdır. A sıfırdırsa, F1x-imiz də sıfıra bərabərdir. 2. Bərabər yavaşayandır. Bu deməkdir ki, gəlin bunun qələmini dəyişək ki, rahat olsun. Bərabər yavaşayandır. Bərabər yavaşayandır, amma V-si müsbətdir. Bərabər yavaşayanda əgər V-miz müsbətdirsə, F-imiz mənfi olmalıdır. F2x-imiz onda mənfi olmalıdır ki, bərabər yavaşayan olsun. Bərabər yavaşayan. Yenə də qələmimi dəyişirəm. Bu dəfə də bu rəng yazıram. Bəlkə mavi, yox, bu rəng yazım. Ürəyim bunu istədi. V-si sabitdir. V-si sabitdirsə, onda A-si sıfırdır. Bu deməkdir ki, F3x-imiz də sıfıra bərabərdir. Gəlin indi onu cavablardan təyin eləyək. Biz dedik ki, həm 1, həm də 2
həm 1 və həm 3 sıfıra bərabərdir. Ona görə uyğun 1 olacaq. 2 isə mənfi qiymət alacaq. O da 3. Cavab olacaq 1, 3. 71. Eyni şəkildə birinci V konstantdır. Baxıram ki, bu dəfə V konstantdır. V konstantdırsa, onda A sıfırdır. F1x-imiz da sıfır olacaq. Keçdim digərinə. V-si. Baxın, hərəkət necə hərəkətdir? Hərəkət bərabər yeyinləşəndir. Onda V-si müsbətdir, AX-ı da müsbətdir. Bu o deməkdir ki, F-x-imiz da müsbətdir. Getdim digərinə. Yenə V-si sabitdir. V-si sabitdirsə, A-sı sıfırdır. F-x-i da sıfıra bərabər olacaq. Eyni ifadələrdən irəli çıxaraq doğru cavabı tapırıq ki, 1, 3 sıfıra bərabərdir. 2 isə müsbətdir. Doğru cavabımız 1, 3. 72. Kütləsi 4 kiloqram olan cismin sürətinin modulunun V-nin T-dən asılılıq qrafiki verilib və məndən əvəzləyici qüvvəni tapmağımı istəyir. Əvəzləyici qüvvəni tapmaq üçün düsturumuzu xatırlayırıq ki, F bərabərdir M-A-ya. Amma buradan mən A-nı təyin eləməliyəm. A-nı təyin eləməyim də delta V-nin delta T-yə olan nisbəti deməkdir. Bu o deməkdir ki, V2 çıxılsın V1, V0 da yaza bilərik, V1 də yaza bilərik, fərq eləməz. Hansını ürəyiniz istəyir. Bizdə burada 0 olduğuna görə elə V0 da yaza bilərsiniz. Bölünsün T-yə. Baxıram. V2-miz son nöqtə olaraq 4. Çıxılsın başlanğıcı 0. Bölünsün zamanımız 5-dir. Aha. 4 çıxılsın 0 bölünsün 5. Neçə oldu 4 bölünsün? Bu elədir 0,2. A-nı tapdım 0,2. Kiloqramımız isə 4'dür. 4 vurulsun 0,2. O da eləyəcək 3,2 Newton. Cavab eləyir 3,2. Sonra 73-də eyni qaydada. Gəlin indi onu yazaq. F bərabərdir M-A-ya. M mənə verilib. A-nı təyin eləməliyəm. Delta V-nin T-yə olan nisbətindən. V2-miz baxıram 2-dir. Başlanğıcı 0-dır. Yazıram 2 çıxılsın 0. T-miz isə 4-dür. 2 bölünsün 4. O da eləyəcək 0,5. M-imiz 3 vurulsun 0,5. O da eləyir 1,5 Newton. Cavab eləyir 1,5. 74. Sol tərəfə doğru 8 Newton qüvvə təsir edir. Sağ tərəfə doğru 3 Newton qüvvə təsir edir. Biz bilirik ki, əvəzləyici qüvvəmiz mütləq surətdə sol tərəfə, yəni böyük qüvvə istiqamətində olacaq. Bəs əvəzləyici qüvvəni necə təyin edirdim? Böyük qüvvədən çıxacağım balaca qüvvəni. Yəni 8-dən 3-ü çıxacağım. O da eləyəcək 5 Newton. Əvəzləyici qüvvəni tapdım 5 Newtondur. Kütləni tapmışam 2 Newton, yəni 2 kiloqram verilib. Məndən təcili istəyir. Təcili də təyin eləmək üçün A bərabərdir. F əvəzləyici bölünsün M. F əvəzləyicimiz 5-ə bərabərdir. M-imiz 2-yə bərabərdir. O da eləyəcək 2,5. Tam onda 5-ə. 75. Eyni şəkildə sağa doğru 10 Newton, həmçinin də sağa doğru 8 Newton qüvvə təsir edir. Əvəzləyici qüvvəmiz hər ikisinin cəminə və istiqamət olaraq da sağ tərəfi olacaq. Onda 8 üstə gəlsin. 10, 10, 8 Newton olacaq. Kütləmiz isə 2 kiloqramdır. Onda mən M verilib mənə 2 kiloqram. F qüvvə verilib 18 Newton. Məndən təcili istəyir. A nəyə bərabər olacaq? A bərabərdir. F əvəzləyici bölünsün M-ə. F əvəzləyici 18 bölünsün 2-yə. O da bərabərdir 9 metr böl saniyə kvadratı. Cavab olacaq 9. Sonra baxırıq 76-ya. Deməli, buraları təmizləyim. Nə deyir? Cismə tətbiq olunmuş 2F və F qüvvələri var və deyir ki, onların ən böyük təcili və ən kiçik təcili verilib. Nisbətlərini təyin edin. Ən böyük olması üçün ən böyük A1 qüvvələrin cəminin, biraz buradan yazım, ən böyük qüvvələrin cəmləyirik.
bölürük kütləyə. Ən kiçik olması qüvvələrin fərqi bölünsün kütləyə. Gəlin baxaq. F1'ləri toplayıram. Eləyir 3F bölünsün M. Fərqini tapanda F bölünsün M. Məndən isə A1'in A2'ye olan nisbətini istəyir. Yazıram A1'in A2'ye olan nisbəti M'lər ixtisara gedər, F'lər ixtisara gedər və 3F bölünsün F bərabər olar 3'ə. Yəni cavab olacaq 3. 77'də isə ən böyük A1, ən kiçik isə A2'dir. Gəlin indi onları yazaq. Yazıram ən böyük onların cəmidir. A1 F1 üstə gəlsin, F2'ye bərabərdir, bölünsün M-ə. Ən kiçik onların fərqidir. Yəni A2 bərabərdir, F1 çıx F2 bölünsün M. Cəmləyirəm, eləyir 4F. Məxrəcdə M. Çıxıram, onların fərqi 2F bölünsün M. Məndən A1'in A2'ye olan nisbətini istəyir. A1'in A2'ye olan nisbəti 4F'in 2F olan nisbətidir. O da bərabərdir 2'yə. 77'də də cavab olur 2. 78. Qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Baxıram F1 və F2'yə. F1 üçün yazacağım ki, F1 x bərabərdir nəyə? Baxın. F1 x-imiz burada 1 idi, burada da 2'dir. Sondan başlanğıcı çıxıram, 1 çıxılsın 2, mənfi 1'dir. F2x son 3'dür, başlanğıc 2'dir. Bu da 1'dir. Məndən nəyi istəyir? Fx istəyir. 1 mənfi 1 üstə gəlsin. 1 bərabərdir 0. Bunu təyin elədik ki, fx-imiz bərabərdir 0'a. Gəlin indi f(y) üçün yazaq. f1y üçün isə son 4'dür, başlanğıc 1'dir. 4 çıx 1, 3. f2y-imiz isə eyni şəkildə son 4, başlanğıc 1. Bu da 3. Onda f(y) nəyə bərabərdir? Cəmləyəndə 6 Newtona. Biri 0'dır, biri 6'dır. F bərabərdir 6 Newton. 79'da da eyni şəkildə baxırıq. F1x-imiz başlanğıc 1'dir, son 4'dür. 4 çıxılsın 1, 3 Newton. F2x-imiz isə başlanğıc 1'dir, son yenə də eyni şəkildə 3 Newton. Fx bərabərdir 6 Newton. İndi isə fy təyin eləməliyik. Fy-imiz üçün baxıram ki, 1'dən 3'ə, 2'dən 3'ə gedib, 2'dən 1'ə gəlib. Eyni şəkildə biri müsbət alınanda, biri isə mənfi qiyməti alınacaq. Bu da birini ixtisara aparsa, yenə də fy-imiz 0'a bərabər olacaq. Onların cəmi yenə də 6 Newton edəcək. 80. Düz xətli hərəkət edən, deməli, 4 kiloqram kütləli bir cisimdir və deyir ki, ilk 2 saniyə müddətində bu cismə təsir edən qüvvələrin əvəzləyicisini hesablayın. Aha, x-imiz verib bizə. X-imiz verib bizə və deyir ki, x-in qiymətinə görə zaman 2'dir. A(t) kvadratı bölünsün 2'dən. Gəlib biz nəyi tapa bilərik? A-nı təyin eləyə bilərik. Niyə? Çünki mənə 10 x-imiz verilib. A-mızı bilmirik, t-miz isə 4'ə bərabərdir. Onda A bərabər olacaq 20 böl 4, 5 metr böl saniyə kvadratı. Aha, mənə sonra deyir ki, əvəzləyici qüvvənin qiymətini tap. 4 kiloqram üçün M bərabərdir 4 kiloqram. A-mız da var, F əvəzləyici bərabərdir M-aya. 4 vurur 5 bərabərdir 20 Newton. Cavab olacaq 20. 81. Uyğunluğu müəyyən edin. X ox istiqamətində düz xətli hərəkət edir. Deməli, hamısını ayrı-ayrılıqda yazacağıq. Baxıram, birinci hərəkətimiz necə hərəkətdir? Bərabər təcilli hərəkətdir.
Bərabər təcillə hərəkətin iki növü var. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətdir. İndi məndə bərabər təcilli hərəkətdir, amma bizdən x oxu istiqamətində deyir. Burada A nədir? A-mız mənfidir. X oxu istiqamətində hərəkət deyirsə, A-mız mənfidirsə, V-miz müsbət. Çünki x oxu istiqamətindədir. Bunda hərəkətimiz necə olur? Bərabər yavaşlayan olur. Ona görə də Y uyğun gələcək. İkinci, artan təcillə. Baxıram, təcil kimi götürsəm, artacaq. Ona görə də artan təcil nəzərdə tutulur. Onda yazacağım ki, artan təcillə olanda bu hansı varianta uyğundur? B variantına. Orada isə qüvvə sıfırdır. Qüvvənin sıfır olmağı A-nın sıfır olmağı deməkdir. A-nın sıfır olmağı V-nin konstant olmağı deməkdir. V-nin konstant olmağı bərabər sürətli deməkdir. Ona görə də uyğun variantımız olacaq D. Soram sonuncu və 82. Uyğunluğu müəyyən edin. Deyir ki, yenə də eyni şəkildə A-sı müsbətdir. X oxu istiqamətində deyir. X oxu istiqamətində deyirsə, X oxu istiqamətində V-si müsbət olmalıdır. Onda A-sı da, V-si də müsbətdirsə, bərabər yeyinləşən deməkdir. Bura A uyğun gələcək. Azalan təcildir. Azalan təcil. Ona görə də C uyğun gələcək. F sıfırdır, A sıfırdır, V konstantdır. Burada uyğun bərabər sürətlidir. O da uyğun cavabımız olacaq D variantına. Əgər siz də dərslərimizdən yararlanmaq istəyirsinizsə, həm ödənişsiz WhatsApp qrupumuza qoşula bilərsiniz, suallarınızı bizimlə bölüşə bilərsiniz. Həmçinin də bizim orada sınaqlarımız mövcuddur və sınaqlarımızda ödənişsiz şəkildə sınaqlarımızda iştirak edə bilərsiniz. Video sizin üçün yararlı oldusa, dostlarınızla bölüşməyi unutmayın. Gələn videolarda görüşənədək. Sağ olun, hələlik.